Real Madrid'in Brazilyalı ulduzu Rodrigo bu yay transfer pəncərəsində Kral klubunu tərk etmək istəyir. Son xəbərlərə əsasən o hazırda London Arsenalı ilə danışıqlar aparır. İddia olunur ki, əgər Arsenal Rodrigoya illik 10 milyon avro məvacib ödəyərsə, belə olan halda futbolçu İngiltərə nəhənginə keçməyə razılıq verəcək. Amma daha bir məlumata əsasən Arsenal hələ ki belə bir məvacib təklif etmək niyyətində deyil. Bununla yanaşı Real Madrid'in bu transferdən əldə etdiyi gəlir məsələsi də hələ də müzakirə məsələsidir. Belə ki, Real Madrid Rodrigo'nun potensial keçidindən minimum 80 milyon avro gəlir əldə etmək istəyir. Amma əsasən danışıqlar 100 milyon avro ətrafında gedir və Real Madrid bu futbolçunu yüksək qiymətləndirir. Hazırda Rodrigo'nu dünya futbolunun aparıcı oyuncularından hesab etdiyi üçün Rodrigo'nun başqa kluba keçidindən Real maksimum gəlir əldə etmək istəyir. Siz necə fikirləşirsiniz? Rodrigo'nun bu yay transfer pəncərəsində Arsenal və ya digər böyük kluba transferi mümkündürmü? Və ümumiyyətlə Rodrigo'nu komandada saxlamağa dəyərmi? Nəzərə almaq lazımdır ki, Rodrigo son vaxtlar özünü bir qədər qəribə aparır, həm məşqlərdə o qədər də yaxşı təsir bağışlamır və onun bu mövsüm statistikası da əslində qənaətbəxş deyil. Belə olan halda təbii ki, sualı yaranır. Bu cür oyuncunu Real Madrid'də qalmaq istəməyən, Real Madrid'də güya özünü xoşbəxt hiss etməyən bir futbolçunu dünyanın ən böyük klubunda saxlamağa dəyərmi? Bu barədə fikirlərinizi şərh bölməsində yazın və bu mövzu ətrafında gəlin sizlərlə birlikdə fikir mübadiləsi aparaq.